xeyir, efirdə ASTV İqtisadiyyat, studiyada Aysel Abbasovadır. Qadınlar və kişilər arasında maaş fərqinin aradan qaldırılması ilə bağlı Əmək Məcəlləsinə dəyişikliklər ediləcək. Məsələ Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Məqsəd qadınlarla kişilərin maaş fərqinin daha da minimumlaşdırılmasına nail olmaqdır. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər bir sıra sektorlarda qadın vətəndaşların əmək haqlarının artırılmasına hesablanıb. Təklifə əsasən işə götürənin vəzifələrini nəzərdə tutan maddə təkmilləşdirilir. Bu zaman cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyənləşdirilir. Yeni dəyişikliklər birmənalı şəkildə qadınlarla kişilər arasında əmək haqqı fərqinin aradan qaldırılmasına gətirib çıxara bilər. Nəzərə alsaq ki, hazırda qadın vətəndaşlarımızın orta aylıq əmək haqqısı kişi vətəndaşlarımızın orta aylıq əmək haqqısının təxminən 70%-ni təşkil edir. Beynəlxalq praktikada 80 daha yüksək faizlər daha məqbul hesab olunur. Azərbaycandakı mövcud göstərici region ölkələrindəki göstərici ilə demək olar ki, eynidir və təbii ki, 30%-lik fərqin olması bir sıra sektorlarda, o cümlədən mədən çıxarmada daha çox kişilərin işə cəlb edilməsi ilə bağlıdır. Amma yeni qaydalar birmənalı şəkildə işə götürənlər tərəfindən qadın vətəndaşlarımıza daha yüksək əmək haqqının ödənilməsi və əmək haqqı fərqinin aradan qaldırılmasına gətirib çıxaracaq. Qeyd edək ki, gender maaş fərqinə bir sıra sektorlarda, xüsusən mədən çıxarma sənayesində daha çox kişilərin işə cəlb edilməsi təsir göstərir. Çünki bu sahədə tələblər və işə götürənlər üçün vəzifələri daha da dəqiqləşir. Yeni dəyişikliklərin qəbul edilməsi bir tərəfdən gender bərabərliyi baxımından vacibdir. Bu beynəlxalq konvensiyalara uyğunlaşmaq və eyni zamanda xüsusən də məşğulluqda həm də qadın vətəndaşlarımıza ödənilən əmək haqqının məbləğin artırılması aspektindən vacib hesab olunur. Eyni zamanda təbii ki, işə götürənlər üçün vəzifələrin və eyni zamanda bir sıra tələblərin dəqiqləşdirilməsinə gətirib çıxardığı üçün nəticədə qadın vətəndaşlarımızın əmək haqqlarında artımlarla müşahidə oluna bilər. Dəyişikliklər həmçinin əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif ixtisas sorğu kitabçalarında nəzərdə tutulan tarif ixtisas xüsusiyyətlərinin nəzərə alınmasını təmin edəcək. Əli Rızayev, Könül Məmmədova, ASTV İqtisadiyyat. Azərbaycanda debet kartlarının sayı 13% artıb. Mərkəzi Bankın məlumatına görə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 191 min ədəd artaraq 22 milyon 347 min ədəd təşkil edib. Bu artım nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib və fevral ayında nağdsız əməliyyatların həcmində 15% artım baş verib. Nəticədə məbləğ 8 milyard 200 milyon manata çatıb. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız əməliyyatların həcmi ümumi kart əməliyyatlarının 69,7%-ni təşkil edib. Dünya bazarlarında Brent markalı neft bahalaşıb. Aynıs London qitələr arası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 0,66% artaraq bir barelə görə $109.75 təşkil edib. New York'un NYMEX əmtə birjasında may ayında ixrac etməklə WTI markalı neftin bir barelinin qiymətində 0,31% azalaraq $111.19 bərabər olub. Mayda OPEC Plus ölkələrin neft hasilatını artıracaq. Bu barədə təşkilatın bugünkü onlayn iclasının yekunlarına dair məlumatda bildirilir. Növbəti görüşün mayın 3-də keçirilməsi nəzərdə tutulub. Neft bazarı üçün yeni qərar veriləcək. 8 aparıcı OPEC Plus ölkəsi may ayında neft hasilatını artıracaq. Artım gündəlik 206 min barel olacaq. Bu addım mövcud geosiyasi hadisələr fonunda verilib. Məqsəd neft qiymətlərini tənzimləmək və tələbatı ödəməkdir. İran Hürmüz
boğazında problemlər var, bir çox neft yataqları, bir çox müvafiq infrastruktur pozulub. Təbii ki, indi onun artırılması müəyyən dərəcədə bu neft bazarının bir sakitləşdirməsi üçün, bu narazıçılığı, problemi aralılarından qaldırılmasına xidmət edəcək. Hesab edirəm ki, bu atılan normaldır və onu da nəzərə alaq ki, OPEC plus ölkələrin son zamanlar ərzində bazarlarda mövqe azalmışdı. Amerika Birləşmiş Ştatlarının mövqe artırdı. Bu da bir imkandır ki, təbii ki, həm bazara öz təsirini göstərsinlər, həm də digər tərəfdən isə öz payını dünya bazarında, yəni ki, bu ölkələr öz payını dünya bazarında artırılmasına xidmət edəcəkdir. Qərara əsasən sazişin əsas tərəfdaşı olan Səudiyyə Ərəbistanı və Rusiya hasilatı gündəlik 62.000 barel artıraraq müvafiq olaraq 10,23 və 9,70 milyon barelə çatdıracaqlar. Digər iştirakçılar üzrə artım daha məhdud olacaq. Küveyt üçün artırılan hasilat gündəlik 16, Əlcəzair üçün isə 6.000 barel təşkil edəcək. Kvotalara əsasən may ayında İraq üçün gündəlik neft hasilatı 4 milyon bareldən çox olduğu halda Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanda bu göstərici müvafiq olaraq 3,45 və 1,59 milyon barel nəzərdə tutulub. Oman üçün isə 821.000 barel səviyyəsində hasilat planlaşdırılır. Analitiklər hesab edir ki, hazırki vəziyyətdə OPEC Plus-ın hasilat qərarı bazar qiymətlərinə elə də təsir göstərməyəcək. İndi daha çox təsir edən amil məhz Hormuz boğazıdır. Dünyanın ən böyük, ən azı Hormuz boğazından bildiyimiz ki, ixrac olunan 20-25% oradan ixrac olunur. Həmçinin ən böyük neft istehsalçıların müvafiq infrastrukturlar orada olur. Bilirsiniz ki, bombardıman olunur. Bu günlə neftin qiymətinə daha çox təsir edən amil məhz müharibədir. Bloomberg və Reuters agentliyinin məlumatına əsasən qlobal bazarda tarazlığı qorumağa çalışanların artımla bağlı bu addımı yaxın şərqdə davam edən gərginlik fonunda daha çox simvolik gediş sayılır. Bazara sürətli əlavə tədarük imkanı Hörmüz boğazının açılacağı təqdirdə baş verəcək. Elnarə Həsənova, Mirəziz Mirəloğlu, ATV İqtisadiyyat. İnvestorlar üçün ən təhlükəli ölkələr hansılardır? New York Universitetinin professoru Asfat Damodaranın bu ölkələr üzrə yeni risk meyarları hazırlayıb. Hazırlanan hesabata əsasən baş verən geosiyasi hadisələr kontekstində dünya iqtisadiyyatı təhlükəsiz limanlar və yüksək risk zonaları arasında kəskin şəkildə bölünüb. İnvestorlar artıq sadəcə gəlir ardınca qaçmır, həm də geosiyasi gərginliklərdən qorunmağa çalışır. New York Universitetinin professoru Asfat Damodaran hesab edir ki, müharibələr, sanksiyalar və iqtisadi çöküş yaşamış ölkələr ən riskli sayılır. Belarus, Livan, Sudan və Venezuela hər biri 30,9% ən yüksək səhm riskli ölkələrdir. Ən təhlükəsiz ölkələr arasında risk mükafatı 4,2% İsveçrə, Norveç, Kanada, Almanya, Singapur, Danimarka, İsveç və Hollandiya yer alır. Dünyada yalnız 19 ölkə var ki, onlarda risk mükafatı 5%-dən aşağıdır. Bu isə qlobal kapitalın çox dar bir sahədə sıxışdığını göstərir. İndi isə istərdik ki, valyuta məzənnələrini nəzərdən keçirək. Gördüyümüz kimi avro dolara nəzərən 0,28, Britaniya funt sterlingi isə 0,38% dəyər qazanıb. Türk lirəsi isə dolar qarşısında ucuzlaşıb. Rubl və Çin yuanı isə bir qədər geriləyib deyə bilərik. İstərdik ki, indekslərə də nəzər salaq. İndekslərdə isə S&P və Fitch, eləcə də Nikkei və S&P, Nasdaq, Fitch və Nikkei'də artım müşahidə olunmaqdadır. Lakin Dow Jones və DAX indeksləri isə geriləyib. Səhimlərə gəldikdə isə Apple, Microsoft və Nvidia-nın səhimləri bahalaşıb. Dünyanın ən böyük texnologiya şirkətlərindən olan Tesla'nın səhimlərində xeyli azalma var ki, bu 5,42% müşahidə olunur. Digər dünya nəhəngi Amazon isə 0,38% geriləmə nümayiş etdirib.
Son sutka ərzində kriptovalyuta bazarında artım qeydə alınıb. Bitcoin 3%-dən çox bahalaşaraq $69.000 ötüb. Ethereum isə $2130 səviyyəsinə yüksəlib. Bazarın ümumi kapitallaşması $2,37 trilyon çatıb. Digər əsas aktivlərdə də müsbət dinamika müşahidə olunur. Binance Coin və Solana dəyər qazanıb. Bununla yanaşı Dogecoin və Cardano kimi digər populyar aktivlərdə də artım baş verib. Xüsusilə Cardano günün ən çox bahalaşan əsas kriptovalyutalarından biri olub. Stabil coinlərdə isə demək olar ki, dəyişiklik yoxdur. Tether və USD Coin $1 yaxın səviyyədə sabit qalır. Bəzi aktivlərdə isə cüzi geriləmə müşahidə edilir. Tron və Bitcoin çaş kiçik faizlə dəyər itirib. Analitiklər bildirir ki, artım bazarda risk iştahının bərpası və iri investorların aktivliyinin artması ilə bağlıdır. Hesab edilir ki, bu tendensiyanın davam edəcəyi təqdirdə yaxın günlərdə bazarda daha sabit və yüksəliş yönümlü gedişlər baş verəcək. Yaxın Şərqdə davam edən böhran aviasiya sektoruna da ciddi ziyan vurur. Zərər regiona uçuşların minimuma enməsi, yolun uzanması yaxud aeroportların hədəf alması ilə məhdudlaşmır. Son günlərdə aviasiya yanacağının qiymətində kəskin bahalaşma müşahidə olunur. Bu, bir tərəfdən uçuşların rentabelliyini azaldır, digər tərəfdən qiymət artımı ilə nəticələnir. Yay mövsümünün yaxınlaşması fonunda isə vəziyyətin necə davam edəcəyi ilə bağlı suallar yaranır. Aviasiya sektoru nadir rast gəlinən vəziyyətlə üzləşib. Yaxın Şərqdə davam edən gərginlik, dənizçiliklə yanaşı, aviasiya sektoruna da ciddi ziyan vurub. Yaxın Şərq ölkələrinə uçuşlar tarixi minimuma enib. Bu regiondan yan keçmək isə aviaşirkətlərin xərclərini artırıb. Lakin aviadaşıyıcıları narahat edən başlıca məsələ yanacağın bahalaşmasıdır. Son bir ayda xam neftin qiyməti 60%-ədək qalxıb. Bu da kerosinin qiymətinin artması ilə nəticələnir. Londonda 1 ton aviasiya yanacağı $1900 təklif edilir. Doğrudur, 1946-cı ildən Chicago Konvensiyası kerosinə vergi tətbiqini qadağan eləyir. Lakin logistika və digər xərclərə görə maya dəyərinin artması qanundan tənzimlənmir. Avropada yaxın şərqdən idxal edilən aviasiya yanacağı 50%-dən çox bahalaşıb. Təbii ki, bu bahalaşma bilet qiymətlərinə də təsirsiz ötüşmür. Martın 26-sından sonra Avropadan digər regionlara reyslərin qiyməti €100, daxili reyslər isə 10-15 avro bahalaşıb. Yaxın Şərqdə münaqişə başlayandan sonra şirkətlərin istismar xərclərində yanacağın payı 25%-dən 45%-ə qalxıb. Bu bahalaşma uçuşların rentabelliliyini azaldır. Şirkətlər bəzi reysləri ləğv etməyə məcbur qalır. Vəziyyət belə davam edərsə, aeroportlar təkcə bahalıq deyil, həm də yanacaq qıtlığı ilə üzləşəcək. Qaydaya görə artıq satılmış biletlərin qiyməti dəyişdirilə bilməz. Yay mövsümü yaxınlaşır ki, bu da uçuşların intensivliyinin artması ilə nəticələnir. Şirkətləri isə bir məsələ düşündürür. Yaxın Şərq münaqişəsi uzanacağı təqdirdə yanacaq qıtlığı qaçılmaz olacaq. Bu da reyslərin ləğvi və ya gecikməsini labüd edəcək. Vüqar Ələsgərov, Mümtaz Xəlilzadə, ATV İqtisadiyyat.